Həzrəti Mehdi tələbələrinin üstün xüsusiyyətləri və Əshab-ı Suffa ilə bənzərdikləri. Əshab-ı Suffa. Onlar bütün vaxtlarını yalnız Allah rızası üçün sərf etmişdilər. Müntəzəm Quran öyrənib, Peyğəmbərimizin sallallahu aleyhi və səlləm dərslərini dinləyərək yetişirdilər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onların təhsili ilə yaxından maraqlanırdı. Dünyəvi işlərlə maraqlanmır, ticarətlə məşğul olmurdular. Evlənməmişdilər, qohum əqrabaları yox idi. Müsəlman qəbilələrə Quran və sünnəni öyrətmək üçün hicrət etmişdilər. Saylar az idi. İrfan ordusu kimi tanınırdılar. Onlar bütün həyatlarını Allaha həsr etmişdilər. Axır zamanın Əshab-ı Suffası da Həzrəti Mehdinin tələbələridir. Əshab-ı Suffa Məscidi Nəbəvinin şimal hissəsinə sonradan əlavə edilən Suffa adlı yerdə yaşayan gənclərdən ibarət səhabə birliyinə verilən addır. Həzrəti Mehdinin tələbələri də bir çox xüsusiyyətləri ilə bu mübarək insanlara bənzəyirlər. Hədislərdə Həzrəti Mehdi tələbələrinin Əshab-ı Suffaya bənzəyən əxlaqları, imanları, uca Allaha və Həzrəti Mehdiyə olan bağlılıqları və itaətkarlıqları məth edilmişdir. Hədislərdə bildirildiyinə görə Həzrəti Mehdi tələbələri gecələr abid, gündüzlər aslandır. Gecələr elmdən bəhs edib dərslə məşğul olar, gündüzlər isə aslan kimi elmi mübarizə apararlar. Darvinizm və materializm kimi küfr qalalarının bünövrəsini elmlə yıxarlar. Allah yolunda cəsur, iradəli, təvəkküllüdürlər. Səbir onların xüsusiyyətidir. Tələsməzlər. Səbirlə Quran əxlaqının bütün dünyada hakim olması üçün var gücləri ilə elmi mübarizə apararlar. Təvəkkül onların imanlarının ən böyük güc mənbəyidir. Uca Allaha könüldən təslim olarlar. Təhlükə anında təşvişə düşməz, xeyir vardır deyərlər. İndi də axır zamanın mübarək şəxslərinin, Həzrəti Mehdi tələbələrinin xüsusiyyətlərini hədislərə əsasən təhlil edək. Həzrəti Mehdi tələbələri Əshab-ı Suffa kimi gənclərdən ibarət olacaq. Hədisdə Həzrəti Mehdiyə gənclərin kömək edəcəyi bildirilir. Qaimin səhabələri gəncdir və aralarında yaşlı yoxdur. Tarixdə bir çox peyğəmbərin köməkçiləri gənclərdən ibarət olub. Allah Yunus surəsinin 83-cü ayəsində belə bildirir. Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız az saylı gənc nəsil iman gətirdi. Yunus surəsi 83-cü ayə. Həzrəti Mehdinin köməkçilərinin çoxu gənclərdən ibarət olacaq. İçlərində çox az sayda yaşlı olacaq. Həzrəti Mehdinin ətrafında gənclərin olacağına işarə edən digər bir hədis isə bu şəkildədir. Həzrəti Mehdinin bayraqdarı seyrək saqqallı, sarışın, kiçik bir gənc olacaq.